Biz çox eşidirik bu sözləri ki, nə var idisə Sovet vaxtında var idi. Məsələn, musiqi təhsili çox güclü idi. Mən buna etiraz etmirəm. Biz özümüz də o sistemlə böyümüşük. Təbiidir ki, bizə bu çox güclü bir baza verib. Çox fundamental biliklər verib bizə Sovet sisteminin deməli musiqi təhsili. Amma qəbul etməliyik ki, biz bu ənənədən, biraz stereotiplərdən artıq uzaqlaşıb müasir dövrdə olan innovasiyalara açıq olmalıyıq. Ənənəmi qorumaq şərti ilə təbii ki, və yaxud da müəyyən yenilikləri, xaricdə olan təcrübəni yerli şəraitə uyğunlaşdırmaq şərti ilə onları qəbul etməyə öyrənməliyik, qorxmamalıyıq yeniliklərdən. Çünki istər-istəməz bilirsiniz, müasir musiqi, mən müasir musiqi dedikdə təkcə akademik müasir musiqini nəzərdə tutmuram. İstər cavanların sevdiyi hansısa bir yön olsun, məsələn, üslub olsun, caz, rock, fərqi yoxdur. Müasir musiqini anlamaq üçün bəzən bizim əlimizdə olan, bizə təhsil verilən zaman öyrədilən həmin o təhlil alətləri artıq biraz köhnəlmiş olur. Sən baxırsan ki, onlar vasitəsilə biraz çətinlik çəkirsən indiki musiqini anlamağa. Ona görə bu yenilənməyə mütləq şəkildə ehtiyac var.